1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O ilk dəfə Bakı kinostudiyasında Ulduzlar Sönmür əsərində kiçik bir rola çəkilib. Oynadığı Nəsimi, Babək və Dədə Qorqud filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. Azərbaycan Film Kinostudiyasının nəzdində fəaliyyət göstərən Kinoaktyor Teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. Bu şirin söz azadlıq, Sənin birinci saatın, Xoşbəxtlik səhnəsi, Mən hələ qayıdacağam, Birisi gün gecə yarısı kimi filmlərdə o epizodik rollarda çəkilib. Xalq artisti Özbək film, Mosfilm və digər kinostudiyalarda filmlərə çəkilib. O Aslanla Şirlə düzü yadımdadır, bir dəfə onu gətirdilər kinostudiyaya. Mənə də çağırdılar ki, gəl tanış ol. Sənin tərəf müqabilin olacaq. Dedim ki, mən yaxınlaşmıram. Məsələn, dedilər ki, gəl bir sənə öyrəşsin də. Dedim, ay qardaş, mən ondan belə baxıram. O da hər şeyə diqqətlə baxır və adamın ürəyindən qəribə şübhələr keçir ki, bu mənə diqqətlə niyə baxır? Nə niyyəti var bunun? Bəlkə fikirləşir ki, bunun harasından başlayayım yeməyə. Amma işdə qoy bununla təmasda olub. Çünki bir şey olsa da mənə heç olmasa uşaqlarıma pensiya kəsərlər. Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Bizim kino yenidən öz relsinə düşsün və yenidən bizim gözəl aktyorlarımız, rejissorlarımız yetişsin. Rasim Balayev 78 yaşında gözlərini əbədi yumaraq dünyadan köçdü. Allah rəhmət eləsin. Vicdan, ləyaqətli ömür pulla alınmır. Səhvin dalıysan səhv, günahın dalıysan günah. Ona görə də yaşasın yüngülvari dolanışıq və ləyaqətli ömür.